Mikrofon onlayn. Bugünkü video Apple aid olacaq. Çünki Apple iyulun 8-də özünün WWDC 2026 Developer konferansını keçirdi. Apple nə təqdim etdi, necə təqdim etdi, nə oldu, nə baş verdi, bu barədə videonun sonunda sizə məlumat verəcəm. Odur ki, videonu sona kimi izləyin. Mən iPhone 18-in hansı rəng palitrasında olmasından, iPhone Ultra'nın hələ də rənglərinin təyin olunmamasından, iPhone Ultra'nın internetdəki real şəkillərindən, bu ilin sentyabrında Apple'ın sensorlu OLED ekranlı MacBook Ultra'ları haqqında məlumat verəcəm. Apple fanatları, bu video çox maraqlı olacaq. Odur ki, bu videonu elə indidən like edirsiniz, komment yazmağı isə unutmursunuz. Çay, kofe, yemək də yanınızda nəysə varsa, mən başlarım. Apple iPhone 18 Pro seriyasında hər kəsi yeni, cəlbedici rənglərlə təəccübləndirəcək. Yeni bir info sızıntı, Apple'ın gələcək flaqman smartfonlarının korpusları yeni rənglərdə ortaya çıxdı. İddia edilən iPhone 18, 18 Pro Max modellərinin şəkilləri internetdə yayıldı. Sızma bir daha təsdiqləyir ki, smartfonlar 4 rəng palitrasında olacaq. Tünd albalı, açıq mavi, qara və gümüşü. Tünd qırmızı seçimi xüsusilə diqqətə layiq görünür və tanış Pro seriyasının rənglərindən fərqlənir. Dizayna gəldikdə isə hazırda heç bir böyük dəyişiklik gözlənilmir. Korpuslar tanınmış kamera dəsti və konturları ilə demək olar ki, tamamilə iPhone 17 Pro görünüşünü təkrarlayır. Görünür şirkət tanınan bir dizaynı qorumağa və cihazın xarici görünüşündən daha bir köklü dəyişiklik etmək əvəzinə daxili komponentlərin təkmilləşdirilməsinə diqqət yetirməyə qərar verib. Nə bilim, Apple yeni rəng palitrası ilə öz alıcılarını təəccübləndirmək istəyir. Bu ola bilsin ki, Apple'ın dalana, texnoloji tüpkə dirənməsindən irəli gəlir. Apple hər zaman təəccübləndirməyi bacaran bir şirkət olub və inanıram ki, bu dəfə də Apple öz alıcılarını 100% təəccübləndirəcək. Apple özünün ilk qatlanan smartfonu olan iPhone Ultra'nın hansı rənglərdə olmasına hələ də qərar verməyib. İlk qatlanan iPhone Ultra'nın yalnız 2 rəngdə olacağı gözlənilir. Ancaq qara rəngdə olmayacaq. Çinli Insider Instant Digital məlumatına görə Apple hələ də qara iPhone Ultra'nın buraxılıb-buraxılmaması ilə bağlı yekun qərar verməyib. O iddia edir ki, cihaz artıq kütləvi istehsala hazırlaşsa da, şirkət hələ də korpus dizayn variantlarını müzakirə edir. Eyni mənbə əvvəllər qatlanan iPhone-un yalnız 2 rəngdə olacağını bildirib. O vaxt ağ variant təsdiqləndi. İkinci rəng isə məlum deyildi. Daha sonralar iPhone 17 Pro xəttində olan çalarlardan ilhamlanan tünd mavi versiya haqqında şayiələr yayıldı. Bu arada Bloomberg-in jurnalisti Mark Gurman iddia edir ki, Apple parlaq rənglərdən imtina etmək və bunun əvəzinə gümüşü və kosmik boz kimi klassik seçimlərə diqqət yetirmək niyyətindədir. Bu yanaşma başa düşüləndir. Analitiklər ilk qatlanan iPhone istehsalının məhdud olacağını və tələbatın təklifi xeyli üstələyə biləcəyini söyləyirlər. Hər əlavə rəng logistikanı çətinləşdirir və eyni vaxtda buraxılması lazım olan cihaz variantlarının sayını artırır. Buna görə də Apple əvvəlcə yalnız gümüş və kosmik boz rənglərində satılan iPhone 10-u təqdim edərkən oxşar strategiyadan istifadə etdi. iPhone Ultra'nın rəsmi təqdimatı sentyabr ayında keçiriləcək. Amma bundan əmin deyiləm, çünki əvvəlki fısıltılara fikir versək, Apple mütləqdir ki, artıq özünün qatlanan smartfonlarının istehsalına start verməlidir. Yox, əgər iPhone Ultra'nın istehsal sayı az olmuş olsa, onda bu deyilənlər düz ola bilər. İnternet hər yerdə, solda, sağda, aşağıda, yuxarıda. İnternet artıq həyatımızın bir parçasına çevrilib. Elə bir parçasına ki, sürət zəif olanda, bağlantı kəsiləndə həyatımız dayanır. Məhz buna görə Start Telekom var. Start Telekom sürətli, kəsilməz və davamlı internet deməkdir. Peşəkar texniki xidmət, etibarlı dəstək və güvənli bağlantı yalnız və yalnız Start Telekomdadır. Start Telekom dost kimi dost, internet provayderi. Təqdimatına 2 ay vaxt qalan qatlanan iPhone Ultra'nın ilk real şəkilləri internetdə yayılıb. Cihazın son modelləri Apple'ın gələcək flaqmanlarının ən ətraflı görüntüsünü təqdim etdi. Məşhur insider Sony Dixon mənbələrə görə son dizayna çox yaxın olan qatlanan iPhone Ultra modelinin yeni şəkillərini dərc etdi. Bu modellər təchizat zəncirində və aksesuar istehsalçıları tərəfindən rəsmi təqdimatdan əvvəl korpus və komponentlərin hazırlanması üçün istifadə olunur. Əvvəlki versiyadan fərqli olaraq yeni modeldə daha dəqiq nisbətlər, korpus detalları və əsas komponentlərin yeri nümayiş etdirildi. Açıldıqda iPhone Ultra kompakt planşet kimi hiss olunur. Daxili displeyin diaqonalı təxminən 7,8 inç, xarici ekranın ölçüsü təxminən 5,5 inçdir. Dizayna titan korpus, yenidən dizayn edilmiş düymə və kamera düzülüşləri və olduqca nazik, açıldıqda təxminən 4,5 mm
mm görünür. Xüsusi diqqəti çəkən məqam ön kamera və mikrofon massivi üçün kəsikdir. Daxili displaydakı kamera küncdə yerləşdirilib ki, bu da Dynamic Island interfeysinin tətbiqinə təsir göstərə bilər. Face ID-nin də Touch ID ilə əvəz olunduğu bildirilir və arxa kamera modulu yeni iPhone Air konsepsiyasını xatırladan üfüqi düzlükdə dizayn edilib. Ən çox müzakirə olunan detal rəng palitrasıdır. Yeni modellər və daxili modellər cihazın yalnız ağ rəngdə ola biləcəyini göstərir. Əvvəllər ikinci rəng haqqında şayələr yayılsa da, bu hələ təsdiqlənməyib. Qatılan iPhone-un 2026-cı ilin sentyabr ayında iPhone 18 Pro seriyası ilə birlikdə təqdim ediləcəyi gözlənilir. İlk hesablamalara görə başlanğıc qiyməti $2000 keçəcək və cihazı yeni segmentdə ultra premium məhsulu kimi təqdim edəcək. Apple deyəsən texnoloji inqilaba hazırlaşır. Söhbət Apple'ın sensor OLED ekranlı MacBook Ultrasından gedir. Yeni model tamamilə yeni dizaynda. M6 Pro və M6 Max prosesorları və MacBook-da ilk dəfə sensor ekrana malik olacaq. Apple son illərdə MacBook seriyasında ən böyük yeniləmələrdən birinə hazırlaşır. Omidia analitiklərinin fikrincə Samsung Display qarşıdan gələn MacBook Ultra üçün yeni OLED panellərinin istehsalına 2026-cı ilin iyun ayında başlayacaq. Təsdiqlənərsə rəsmi təqdimat sentyabr və ya oktyabr aylarında baş tuta bilər. Bu modellər 14.3 və 16.3 inçlik ekrana malik olacaq və mövcud MacBook Pro modellərini 14.2 və 16.2 inçlik ekranlarla əvəz edəcək. Əsas yenilik yeni nəsil hibrid OLED panellərinə keçid olacaq. Apple'ın oksid TTV matrisaları ilə tandem RGB OLED ekranlardan istifadə etdiyi bildirilir. Bu texnologiya mövcud həllərlə müqayisədə daha yüksək parlaqlıq, təkmilləşdirilmiş rəng bərpası və artan enerji effektivliyini təmin etməlidir. Üstəlik, faktiki olaraq dəyişməmiş korpus ölçüləri ilə artan diaqonal ölçüsü ekran ətrafında daha nazik çərçivələrə işarə edir. Yeni Apple M6 Pro və M6 Max-dan istifadə olunacağı gözlənilir. Bununla belə, sensor ekranın əlavə edilməsi daha çox maraq doğurur. İllərdir ki, Apple rəhbərləri sensor ekran idarəetmələrinin Mac kompüterləri üçün uyğun olmadığını iddia edirdilər. Buna görə də belə bir funksiyanın tətbiqi bütün platforma üçün tarixi bir hadisə olardı. Insiderlər həmçinin bildirir ki, ənənəvi kamera kəsiyi əvəzinə iPhone sahiblərinə tanış olan Dynamic Island-dan istifadə olunması da nəzərdə tutulur. Sızmalara əsasən MacBook Ultra MacBook Pro xəttinə daha bir yeniləmə deyil, daha bir pillə yüksək müstəqil bir premium cihaz olacaq. Daha nazik OLED, sensor ekran və yeni nəsil prosesor onun Apple-ın illərdir ən texnoloji cəhətdən inkişaf etmiş notebookuna çevirə bilər. İndi isə Apple'ın iyunun 8-də təqdim etdiyi WWDC 2026 Developer Konfransından söhbət açmaq istəyirəm. Düzünü desəm danışmağa nəsə yoxdur. Bu Apple'ın son illərdə keçirdiyi ən can sıxıcı, ən yorucu bir təqdimatı oldu. Nəhayət ki, süni intellekt, dərin sistem inteqrasiyası və istifadəçi kontekstini dəstəkləyən tamamilə yenidən dizayn edilmiş səsli köməkçi olan Siri AI-ya sahibik. WWDC 2026-da Apple əsasını Siri AI təşkil edən növbəti nəsil Apple Intelligence-i təqdim etdi. Yenilənmiş köməkçi daha təbii söhbətlərə, sorğuların daha yaxşı başa düşməsinə və istifadəçinin şəxsi məlumatları ilə işləmə qabiliyyətinə malikdir. Siri AI daha mürəkkəb tapşırıqlar üçün həm yerli cihazın emalından, həm də Apple'ın təhlükəsiz Private Cloud Computer infrastrukturundan istifadə edir. Yeni Siri iOS 27, iPad, macOS, WatchOS və visionOS 27-də görünəcək. iPhone-da köməkçi Dynamic Island-da inteqrasiya olunub. Mac və iPad-lərdə Spotlight ilə sıx əlaqəyə malikdir. Siri əvvəlki söhbətləri xatırlaya, daha dəqiq cavablar üçün mesajlara, e-mailə, foto şəkillərə və digər istifadəçi məlumatlarının məzmununu nəzərdən keçirə biləcək. Apple həmçinin Spotlight inteqrasiyası vasitəsilə üçüncü tərəf tətbiqləri üçün dəstək vəd edir. Ən maraqlı xüsusiyyətlərdən biri də vizual kontekstlə işləmək qabiliyyətidir. iPhone-da Siri kamera vasitəsilə obyektləri təhlil edə, istifadəçinin qarşısında nə olduğunu soruşa, qida məhsullarını müəyyən edə və hətta qida məlumatlarını göstərə biləcək. Mac və iPad ekranlarındakı istənilən obyekti vurğulaya və köməkçidən seçilmiş məzmun barədə dərhal soruşa biləcəksiniz. Siri AI-da həmçinin daxili mətn alətləri də mövcuddur. Köməkçi mesaj yaza, mətn redaktə edə, səhvləri düzəldə və hətta ünsiyyət tərzini mail və mesajlarda müəyyən söhbət tərəfdaşlarına uyğunlaşdıra biləcək. Sistem həmçinin şəkillər yarada və redaktə edə bilir. Baxmayaraq ki, Apple iCloud Plus abunəliyi vasitəsilə bəzi AI xüsusiyyətləri üçün məhdudiyyətlər və genişləndirilmiş imkanlar tətbiq etməyi planlaşdırır. Siri AI bu ilin sonlarında istifadəyə veriləcək. İlk versiya ingilis dilindədir. Digər dillər üçün dəstək tədricən əlavə olunacaq. Avropa Birliyindəki istifadəçilər əvvəlcə yeni Siriyə yalnız macOS, WatchOS və visionOS-də daxil ola biləcəklər. Regionlarda Siri AI-ın iPhone və iPad-lərdə istifadəyə verilməsi Avropa qanunları tələblərinə görə qeyri-müəyyən olaraq qalır. Bu təqdimatda Apple özünün yeni əməliyyat sistemləri haqqında ayrılıqda yox, ümumilikdə danışdı. Sadəcə ağıllı, sadəcə sürətli və sadəcə bütün əməliyyat sistemlərində. Bəli, indi Siri AI adlanır. Faktiki Apple'ın 3 Sirisi var.
Birincisi sadə Siri, hansı ki hamı üçün əlçatandır. İkincisi ancaq iPhone 16 seriyası və daha yuxarı iPhone seriyasında olan Siri və üçüncü isə yalnız ABŞ üçün olan Siri. Belə haça-paça qalmış. Təqdimatdan bir saat sonra Apple-ın bütün əməliyyat sistemlərinin yeni versiyası developerlər üçün əlçatan oldu. Mən də özümün Apple device'larımın hamısını əməliyyat sistemlərinin 27-ci versiyasına yenilədim. Yenilik varmı deyim? Yox. Yenilik mən görmədim. Bəli, sürətlidir və ən əsası Liquid Glass funksiyasını artırıb azaldılması funksiyası. Bu istənilən bir əməliyyat sistemində var. Yəni istər macOS, istər iOS, istər də iPadOS olsun. Əlbəttə ki, bu versiya beta versiyadır. Əgər sizdə developer accountu varsa bunu çox asanlıqla edə bilərsiniz. Yox, əgər yoxdursa, bunun başqa yolları var. Ancaq sizə yenə deyirəm, beta yeniləməni ancaq mənim kimi dəlilər həyata keçirdə bilər. Çünki böyük problemlər ola bilər. Yəni batareyanın qızması, sistemin çökməsi və s. və əlaxır. Düzdür, belə bir şeylər çox nadir hallarda olur, amma olur. Siz, yəni adi Apple istifadəçiləri yeni əməliyyat sistemlərini əlbəttə ki, bu ilin payızında əldə edəcək. Yəni Apple-ın əməliyyat sistemlərinin 27-ci versiyasının final hissəsi bu ilin sentyabrında hamı üçün əlçatan olacaq. İndi isə bu təqdimat haqqında öz fikrimi deyim. Ola bilsin ki, bu Apple-ın CEO-su olan Tim Cook'un sonuncu təqdimatı idi və ola bilsin ki, buna görə də bu təqdimat bir balaca cansıxıcı oldu. Çünki növbəti təqdimatı, yəni sentyabr təqdimatını əlbəttə ki, Apple-ın yeni CEO-su John Ternus eləyəcək və bu cəhətdən gərək bir partlayış olsun. Düzünü deyim, mən belə düşünürəm, çünki başqa düşünəcəyim bir şey yoxdur. Videonun sonuna gəldik. Apple-ın əməliyyat sistemlərindən istifadə edənlər, əsas sualım sizədir. Sizdən kimsə iPadOS, iOS, macOS və digər Apple əməliyyat sistemlərindən istifadə edirsə, siz başqa əməliyyat sistemlərinə keçmək istərdiniz, yoxsa yox? Bu sual mənə çox maraqlıdır. Gəlin bu barədə kommentlərdə öz fikirlərinizi yazın. Mən bu kommentləri mütləq oxuyub və cavablandıracağam. Videonu buna kimi izləyən hər kəsə təşəkkür edirəm. Videonu sona kimi izlədinizsə, deməli videonu like etmək lazımdır. Kommentdə dediyim sualı cavablandırmaq olar və yaxud da ki, öz fikrinizi mütləq kommentlərdə yazın. Qrafon texnologiyanı sevənlərin kanalıdır. Qrafon texnologiyanı sevənlərin görüş yeridir. Əgər sən də texnoloji cəhətdən maariflənmək istəyirsənsə, mütləq Qrafona abunə ol. Kanalımızda daha çox maraqlı videolar var. Texnoloji zəngin videolar var. Siz bu videolara baxmaqda, videoları like edib komment yazmaqda və ən əsası kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube-da olduğumuz üçün sizinlə sağollaşmıram.